tələbələr, valideynlər soruşur ki, müəllim, bunun bir başqa yolu varmı? Vaxtımız azdır, mən oxuya bilməyəcəm, nə etmək olar? Sualları hansı yolla əldə etmək istəyirlər? Bəzi hallarda izah da eləmək olmur ki, bu proses belə deyək, daxili bir proses deyil. Hətta mən istəsəm belə sizə o dırnaqarası köməyi göstərə bilmərəm. Ümumiyyətlə təcrübəli bir müəllim olaraq belə neqativ hallar nə qədər mümkündür? Buna biz rast gəlmişikmi və ya da rast gəlməmişiksə, əziz izləyicilərə bir daha da bunu necə çatdıraq ki, bu hal mümkün deyil və siz ancaq hazırlığa fokuslanın. Sual sonundan başlayaq. Belə neqativ halların mümkünlüyü demək olar ki, mümkünsüzdür. Demək olar ki, IELTS sahəsində mən demək olar belə hallar yaşamam, görməmişəm, şahidlik etməmişəm hansısa bir formada, yəni imtahana girmədən, normal prosedur qaydalarına keçmədən hər hansısa bir sertifikat əldə etmək və s. real deyil, mümkün deyil, kifayət qədər ciddi şəkildə keçirilir, bu imtahanlar təşkil edilir. Amma nəyə görə tam mümkün deyil deyə bilmirəm, çünki bəzi imtahanlarda son dövrlər, xüsusilə SAT imtahanında səhv etmirəmsə, mənim sahəm deyil bu, amma səhv etmirəmsə mənim bir neqativ hallar yaşanmışdı bu sahədə. Bu hallar olması çox pisdir. Nəyə görə pisdir? Artıq bir çox xarici universitetlər, müəssisələr Azərbaycandan gələn tələbələrin dil biliyinə şübhə ilə yanaşırlar və hətta bir mənalı olaraq məncə bu son dövrdə mətbuatda da yayılmışdı ki, bəzi universitetlər artıq Azərbaycandan olan tələbələrin SAT nəticələrini qəbul etmirlər. Amma bu o deməkdir ki, sabah bizim alacağımız digər sertifikatların da nəticələrini belə deyək şübhə altına sala bilər. Bu hallara qarşı məncə çox ciddi yanaşmaq lazımdır. Aradan qaldırılsa çox yaxşı olar, çünki çox mənfi bir rəy yaradır ölkədə və bir çox tələbənin xaricdə təhsil arzusuna mənfi təsir göstərə bilər bu hallar, yaşanmamalıdır. Amma ümumilikdə proses çox ciddidir. Çox ciddidir. Müəllimlər də müdaxilə edə bilmirlər və bayaq dediyiniz kimi ümumi imtahan quruluşu, struktur vahid mərkəzdən idarə olunur. Fərqli mərkəzlər təşkil edə bilər, amma quruluş, sistem hamısı bir mərkəzdən idarə olunur. Eyni səviyyədə suallardır, bütün dünyada keçirilir. Bir mərkəzdə demək olar ki, nəticələr yoxlanılır, apellyasiya nəticələri də eyni mərkəzdə yoxlanılıb, qərar verilir. Yəni kifayət qədər ona görə bu sertifikatların belə deyək etibarlılığı, güvənilirliyi bu qədər çoxdur və bütün dünya universitetləri, müəssisələri bunu qəbul edir. Digər hallar isə bu halda yenə də məlumatsızlıq halları var valideynlər, şagirdlər tərəfindən. Xüsusilə məsələn gəlirdir ki, ay müəllim məni əsgərə aparırlar, 2 ay IELTS almalıyam, xaricdə oxumalıyam. Ya bilim mənim 1 ay vaxtım var, mən IELTS-dən 8 bal almalıyam. Yenə də məlumatsızlıq var ki, yəni bu prosesin kifayət qədər zəhmət tələb edən, uzun müddətli bir proses olduğundan məlumatsızdır insanlar. Mən bayaq qeyd elədim, bu mərhələli bir prosesdir, olur. Mənim özümə də neçə dəfə təklif olunub bu imtahanlarda. Kiminsə yerinə iştirak edə bilərsiniz və s. Təbii ki, biz insanlara başa salmağa çalışırıq ki, belə hallar mümkün deyil. Aydın məsələdir ki. Bəli.